Salam dövlətlə hazırlaşan namizədlər və dövlət qulluqçuları. Bugün yeni bir video təqdim edirik. Videomuz axırıncı bildiyimiz kimi korrupsiya dəyişiklikləri baş verdi. Korrupsiya qarşı mübarizə haqqında qanunda müəyyən bir dəyişikliklər baş verdi. Deməli, burada mən dəyişiklikləri diqqətlə baxın, qara hərflərlə qeyd eləmişəm. Yəni, tutaq ki, siz birinci dəfə korrupsiyanı oxuyursunuzsa, bunu bizdən oxumaq yox. Əvvəlkilərə oxumaq lazımdır, əvvəlki videoya baxmaq lazımdır və burada isə yeni dəyişikliklər edilmişlərdir və mən əvvəlkini yox, ən axırıncı dəyişik olmuşları izah verəcəm, yerini göstərəcəm, bildirəcəm ki, nəyə, necə baxacaqsınız. Qısa bir videodur. Hər kəsə də ilk öncə uğurlar. Başlayaq. Deməli, korrupsiya anlayışından başlayırıq. Korrupsiya anlayışında demək olar ki, əvvəlki qalıqda dəyişik olanları yeri göstərirəm, amma bunu əvvəldən deyəcəm. Vəzifəli şəxsin öz statusundan, təmsil etdiyi orqanın, qurumun statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanları istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar, güzəştlər istəməsidir. Əvvəlki versiyada nə olduğunu demək istəmirəm ki, çaşqınlıq yaranmasın. İstəməsi və ya almasıdır. Sonrakı korrupsiya riski nədir? Bax, təzə əlavə olunmuş mətnlər korrupsiya riski, korrupsiya risklərinin idarə edilməsi, səlahiyyətli struktur bölmə şəxs. Gəlin bunun bir-bir açıqlamasını verək ki, korrupsiya riski nədir, korrupsiya riskinin idarə edilməsi nədir, səlahiyyətli bölmə nədir? Korrupsiya riski, korrupsiya hüquq pozmalarının və ya korrupsiya şərait yaradan hüquq pozmanın törədilməsi ehtimaldır. Yəni risk nəyəsə bir doğrudur. Yəni çalışın ki, risk sözünü görən zaman ehtimal sözünü götürün. Nə ilə bağlı ehtimaldır? Hüquq pozma və ya şərait yaratmaqla bağlı törədilməsi ehtimalı. İkinci bir məsələ keçək. Korrupsiya risklərinin idarə edilməsi. Gəlin görək bu nədir? Burada müəyyən bir məsəl bir tədbirlərin görülməsidir. Nə ilə bağlı? Korrupsiya risklərini azaltmaq məqsədilə korrupsiya risklərinin və həmin risklərə uyğun olaraq hədəflərin müəyyən edilməsi, risklərin təhlili, qiymətləndirilməsi, qarşısının alınması üzrə tədbirlər görməsi. Yəni idarə edilməsi o risklərin, onun qarşısının alınmasına bağlı ilkin addımlar kimi Lori desək elə nəzərdə tutulurdu. Bir deyirəm, risklərin azaltmaq məqsədilə korrupsiya risklərinin və həmin risklərə uyğun hədəflərin müəyyən edilməsi, həmin riskə təhlil edilməsi, qiymətləndirilməsi və qarşısının alınmasına bağlı tədbirlərin görülməsi. Keçək səlahiyyətli struktur bölmə şəxs kimdir? Korrupsiya ilə əlaqədar hüquq pozmalara bağlı məlumatın qəbul edilməsi, araşdırılması, maraqanın toxuşması və korrupsiya qarşısının alınması məsələləri üzrə konfidensial məsləhətlər verməsi və korrupsiya riskinin idarə edilməsi funksiyanın həyata keçirən bir və ya bir neçə səlahiyyətli bölmə şəxsdir. Yəni bu səlahiyyətli struktur bölmə və yaxud da şəxs bir lor desək ki, bir şöbədir, bir şəxs ki, bu ilə bağlı məşğul olacaqdır. Niyə edəcəkdir? Bir də deyək ki, bu məlumatları qəbul edədir, araşdırdı, maraqların toqquşması və korrupsiyanın qarşısı alınması bağlı konfidensial məsləhətlər verilməsi, korrupsiya risklərinin dəyərləndirilməsi funksiyanın həyata keçirilməsini keçirir. Yəni burada bunlardan biri də düşə bilər. Məsələn, düşə bilər ki, maraqların toqquşması ilə bağlı konfidensial məsləhətlər vermək. Bəli, ola bilər. Maraqların toqquşmasından da bağlı verə bilər və korrupsiyanın qarşısının alınması məsələsinə bağlı konfidensial məsləhətlər verə biləcəkdir. Sonra inşallah keçirik subyektlərlə bağlı olaraq nədir? Bir də yadda saxlayın ki, biz əvvəlki qanunda dövlət orqanları, yerli özündarlıq orqanları isə burada sadəcə olaraq orqan qurumdur. Nə dövlət sözü var, nə yerli özündarlıq sözü var. Orqan qurumdur. Yəni dövlət orqanları və yerli özündarlıq orqanları demək olar ki, qurumdur. Orqan və qurum sözünü yadda saxlayın. Yəni ki, o sözlər, bir də deyirəm, dövlət orqanları, yerli özündarlıq olaraq bütün hamısını orqanın əvəz edirlər. Keçirik nəyə? Burada olduğu kimi 3-cü maddə qalıbdır. 4-cü maddə yenə orqan qurum deyə vaxt ayırmıram. Olduğu kimi qalıbdır. 5-ci maddə olduğu kimi qalıbdır. 6-cı maddə demək olar ki, olduğu kimi qalıbdır. 7-ci maddə yenə də orqan qurum məsələsidir. 8-ci maddə yenə orqan qurum məsələsidir. Bir dənə 8-ci maddə nə məsələsidir? Keçək o məsələyə. Vəzifəli şəxslər hədiyyənin qəbul edilməsi və ya sadə qonaqlar istifadədən bağlı qərar gələ bilmədiyi hallarda, bir saniyə, qərar gələ bilmədiyi hallarda bu zaman nə edəcəkdir? Nə edəcəkdir? Bu barədə səlahiyyətli struktur bölmənin
şəxsin rəyini öyrənməlidir. Əvvəlcə başqa bir adam yazılmışdı. Onu demirəm ki, çaşmayasınız. Bu da bilin ki, səlahiyyətli struktur və mən şəxsin rəyini öyrənməlidir. 8-1 bax məsələn bu təzə əlavə edilən bir bənddir. Yəni bu tamamilə təzə bir şeydir. Buna diqqətlə baxaq görək ki, bu necədir? Orqanın, qurumun rəhbəri korrupsiya risklərini idarə etməsi məqsədilə səlahiyyətli struktur bölünməyidir. Deyəcəklər ki, orqanın və yaxud qurumun rəhbəri nə edir? Səlahiyyətli struktur bölməni müəyyən elədi. Niyə görə müəyyən elədi bunu? Korrupsiya risklərinin idarə edilməsi məqsədilə eləyəcəkdir. Və korrupsiya risklərinin idarə edilməsi prosesinə xüsusi bilik tələb edən sadəcə mütəxəssislər cəlb edilə bilər. Yəni bundan başqa sadəcə struktur bölməyə bir mütəxəssislər cəlb edilə bilər. O mütəxəssislər isə korrupsiya risklərinin idarə edilməsi prosesinə xüsusi bilik tələb edən sahələr olacaqdır. Və digər məsələyə keçirik ki, orqanda, qurumda hər il yanvar ayının 15-dən aprel ayının 15-nədək hər il yanvar ayının 15-dən aprelin 15-nədək əvvəlki ili əhatə edən korrupsiya risklərinin müəyyən edilməsi, təhlili və qiymətləndirməsi aparılır. Bu il 2025-ci ildir. Deməli, 2025-ci ilin yanvar ayının 15-dən aprel ayının 15-nədək bunlar nə edəcəklər? 2024-cü ili. Və görürsünüzmü? Yəni əvvəlki, yəni 2024-cü ili korrupsiya riskləri müəyyən edir, təhlil və qiymətləndirməsini aparacaq. Digər məsələyə keçək ki, korrupsiyaya qədər hüquq pozmalar haqqında daxil olan müraciətlərin ümumiləşdirilməsi nəticəsinə əsasən fəaliyyətin daha çox şikayətlərin daxil olduğu struktur bölmədə və tabeyində olan qurumda qurumun rəhbərinin qərarına əsasən digər müddətlərdə risklərin müəyyən edilməsi, təhlili və qiymətləndirməsi keçirilə bilər. Bunu bir daha deyək. Korrupsiyaya qədər hüquq pozmalar haqqında daxil olan müraciətlərin ümumiləşdirilməsi nəticəsinə əsasən fəaliyyətdə daha çox şikayət, məsələn, fond struktur bölmədən, şikayət daxil olan struktur bölmədə və ya tabeliyində olan qurumda necə olacaq? Orqan rəhbərinin qərarına əsasən digər müddətlərdə də risklərin müəyyən edilməsi, təhlili və qiymətləndirmə keçilə bilər. Bundan başqa deməli 5 şöbə var. 5 şöbənin birində daha çox şikayət daxil olsa, başqa bir müddət ərzində də onunla bağlı təhlil qiymətləndirməsi keçirilə bilər. Sonrakı məsələ keçək ki, korrupsiya risklərinin müəyyən edilməsi, təhlili və qiymətləndirməsini həyata keçirilərkən hansı məlumatlar nəzərə alınır? Bu məlumatları mütləq olaraq bilmək lazımdır. Yəni deyirəm ki, bu məlumatları mütləq olaraq bilmək lazımdır. Və ümid edək ki, bu mövzularla bağlı ilkin olaraq imtahanlarda təcrübə məsələsini deyirəm. Daha çox dərindən suallar o qədər olmur, amma növbəti imtahanlarda, yəni belə deyək ki, yay aylarında və yaxud da payız aylarında daha dərindən sual olma ehtimalı var. Gəlin görək hansı məlumatlar nəzərə alınır. Hüquqi və fiziki şəxslər arasında keçirilən sorğuların nəticələri, korrupsiyaya qədər hüquq pozmalar haqqında daxil olan müraciətlər, həmin müraciətlər arasında aparılan araşdırmaların nəticələri, mediada, həmçinin internet informasiya ehtiyatlarında, informasiya telekommunikasiya şəbəkələrində yayılan informasiya korrupsiya risklərinin müəyyən edilməsi üçün mənbəyi olan digər məlumatlar. Bunu davam etmə dayandırıram və davam edəcəm. Yəni əsas görürsünüz, burada məlumatları əldə edilməsidir. Məlumatlar isə vətəndaşlarla, media ilə, internetlə əldə edilməsindən söhbət gedir. Sonra keçək davam edək. Orqan qurumun fəaliyyətini tənzimləyən hüquq haqqlarına bağlı, dövlət maliyyə nəzarət tədbirlərinin, kənar dövlət maliyyə nəzarət tədbirlərinin yaxud məcburi və könüllü audit nəticələridir. Orqanın qurumun fəaliyyəti üçün xarakterik olan mütəmadi olaraq baş verən korrupsiya şərait yaradan hallar, orqanın fəaliyyətinə dair inzibati məhkəmə icraatında baxılan inzibati mübahisələrin sayı, predmeti və bununla müvafiq qərarlar. İndi keçirik nəyə? Korrupsiya riskləri, həmin risklərə uyğun olaraq müəyyən edən hədəflər, eləcə də risklərin qiymətləndirilməsi nəticələri və bunlarla əlaqədar cari üçün müəyyən edilən tədbirlər, həmçinin əvvəlki il üzrə müəyyən edilmiş tədbirlər dair görülmüş işlər barədə hər il iyul ayının 1-də komissiya təqdim etməlidir. Deməli, məlumatlar nə zaman? Hər il üçün iyul ayının 1-də komissiya təqdim etməlidir. Gəlin görək nə məlumatlar? Korrupsiya riskləri, həmin risklərə uyğun olaraq müəyyən edilən hədəflər, eləcə risklərin qiymətləndirilməsi nəticələri, bununla əlaqədar cari il üçün müəyyən edilmiş tədbirlər, həmçinin əvvəlki il üçün müəyyən edilmiş tədbirlər bu arada görülmüş tədbirlər barədə məlumat verilməlidir. Həm əvvəlki, həm də bu ilin bu tədbirlər barədə, bu dediyimiz məsələ barədə hər ilin hansı tarixindəyik? İyunu
Üzr istəyirəm, bəlkə il demişəmsə, iyun birinci ay. İyun ayının 1-nədək komissiya təqdim edilməlidir. Və burada nədir? Korrupsiya riskləri, həmin risklərə uyğun olaraq müəyyən edilən hədəflər, eləcə risklərin qiyməti, nəticələri və görülmüş işlər barədə məlumatlar dövrü olaraq ictimaiyyətə açıqlanacaq. Və bütün bu görülən bir məsələlər də ictimaiyyətə açıqlanacaqdır. Sonra komissiya yazır ki, bu 8,1-4-cü məsələ. 8 çıx 1,4 nəyə bir 8 çıx 1,4. Qayıdırıq 8 çıx 1,4-ün üzərinə. 1, 2, abd bu. Bununla bağlı olaraq görək nə edəcəkdir? Bu məlumatların təhlili, müvafiq orqana qurma, korrupsiya risklərinin dəyərlənməsinə bağlı tövsiyələr, həmçinin korrupsiya qarşı mübarizə haqqında qanunvericilik təşkilinə bağlı təkliflər verə bilər. Bildirirəm ki, komissiya bu dediyimiz məsələlərlə bağlı, cariliklə bağlı məlumatların təhlili əsasında müvafiq orqana qurma, korrupsiya risklərinin idarəsinə bağlı tövsiyələr, həmçinin korrupsiyaya qarşı mübarizə haqqında qanunvericilik təşkiləşməsi bağlı təkliflər verə bilər. Yəni həmin qurumların müəyyən bir tövsiyələr, müəyyən bir təkliflər verəcək. 9-cu maddə yenə də əvvəlkinin demək olar uyğundur, amma dövlət məsələsi yoxdur, orqan, yerli özünə yoxdur, qurum məsələsi əksini olunmuşdur. Keçən digər məsələyə, bunlar da olduğu kimi məsələdir və 11/1-də müəyyən bir dəyişikliklər var. Qalanlar burada məsələ əvvəl kimi əks olundu bəzənlər. Gəlin bunları bir-bir izah edəyim. Deməli, orqanın qurumun rəhbərləri korrupsiyaya qədər hüquq pozmaların məlumatların idarədaxili qayda verilməsinin mexanizmi müəyyən etməlidir. İşçilərin və iş görən və ya xidmət görən şəxslərin korrupsiyaya qədər hüquq pozmalarına bağlı məlumatı qəbul sahəsinə malik olan subyektlər bu subyektlərə və korrupsiya qarşı sahəsində ixtisas orqanın müraciət etmə qaydalarını, müraciət baxılması nəticəsi korrupsiya hüquq pozmalarına bağlı məlumat verən şəxsin hüquqlarının tanınmamasını tətbiq etməkdir. Deməli, orqanların rəhbərləri müəyyən bir vəzifələr üzərinə düşür. Nəsə bağlı məsələləri etməlidir. Gəlin görək, bir daha deyək ki, nə ilə bağlı? Korrupsiyaya qədər hüquq pozmalara bağlı məlumatların idarədaxili qayda verimi mexanizmi müəyyəndir. İşçilərin və iş görən və ya xidmət göstərən digər şəxslər, yəni onun hamısı işləyir. Bu işçilərin korrupsiyaya qədər hüquq pozmalara bağlı məlumatı qəbul etmə səlahiyyətinə malik olan subyektlər bu subyektlərə və ya korrupsiyaya qarşı ixtisaslanmış orqanın müraciət etmə qaydaları, müraciətə baxılması nəticəsi və həmçinin korrupsiyaya qədər hüquq pozmalara bağlı məlumat verilmiş şəxslərin hüquqlarını tanış olması təşkil etməlidir. Yəni ki, bizim korrupsiya ilə bağlı olaraq bu işçi və ya işə götürən və ya bu şəxslər var da, hara müraciət eləməyimizi, subyektə mi deyim, rəhbərə mi deyim, müraciət etməyimizi izah eləməlidir. O sayədə bizim hüquqlarımızı tanış eləməlidir, təşkil etməlidir. Sonraki məsələyə keçirik ki, orqanın, qurumun rəhbərləri həmin orqan strukturunun, işçilərin sayəddini, fəaliyyət istiqamətlərini, yəni iş həcmi nəzərə alınmaqla korrupsiyaya qədər hüquq pozma bağlı məlumatın qəbul edilməsi və araşdırılması üçün saatlı struktur bölmə müəyyən edə bilərlər. Ki, yəni bu saatlı struktur bölmə bu işə baxacaqdır. Və orqanlarda çalışan işlər korrupsiyaya qədər hüquq pozmalara bağlı məlumatları saatlı struktur bölməyə verə bilərlər. Bu saatlı struktur bölmə şəxs öz funksiyanı səmərə yönetmək üçün fəaliyyətinə qanunsuz müdaxilə istisna edən zəruri müstəqilliyə malikdir. Yəni ki, bu saatlı struktur bölmə müəyyən bir müstəqilliyə malikdir, amma fəaliyyətinə qanunsuz müdaxilələri istisna etmək halında. Sonra nə edəcəkdir? Bu saatlı struktur bölmə işçilər barəsində həvəsləndirmə və intizam tənbih tətbiqinin edilməsi, insan resurslarının idarə edilməsi, işçilərin qiymətləndirilməsində attestasiyasında birbaşa dolayısıyla iştirak etməməlidir. Yəni, saatlı bölmə deməli, həvəsləndirmə məsələsidir, insan tənbih edilmə məsələsidir, insan resurslarının idarə olunması məsələsidir, işçilərin qiymətləndirilməsi attestasiyada birbaşa dolayısıyla iştirak etməməlidir. Düşə bilər ki, etməlidir, xeyr, etməməlidir. Saatlı struktur bölmə şəxs orqanların, qurumların rəhbərləri qarşısında hesabatlıq və qərəz tələblərinə uyğun fəaliyyət göstərməlidir. Yəni, sonraki necə fəaliyyət göstərməlidir? Hesabatlıq və qərəzsizlik tələblərinə uyğun olaraq. Sonraki məsələ keçirik ki, bunlar demək olar ki, təkrar məsələləridir və keçirik digər məsələyə. Bu, korrupsiyaya qədər hüquq pozmalarla bağlı məlumat verən şəxsin
və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, təzyiqlərə məruz qoymaq, maddi və mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və əlaqəsini alçatmaq qadağandır. Korrupsiyaya qədər hüquq pozmalarla bağlı məlumat vermiş işçiyə belə məlumatlar verdiyinə görə birbaşa dolayısıyla qisas almaq məqsədi ilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əmək haqqını qanunsuz tutmalar üzrə aparmaq, vəzifədə irəli çəkilməyə və həvəsləndirməyə, aktiv və pasiv formada maneəsiz törədən, mənfi cəhətdən xarakterizə etmə və digər bu cür tədbirlər tətbiq edilə bilməz. Yəni bunları qadağa qoyur ki, bunlar edilə bilməz. Yəni həmin işçi ilə bağlı olaraq. Və korrupsiyaya qədər hüquq pozmalarla bağlı məlumat vermiş şəxs ona qisas almaq məqsədilə hər hansı bir tədbirlərin tətbiqinə dair dəlilləri irəli sürdükdə, həmin dəlillərin təksib edilməsi işə götürənin üzərinə düşür. Sonra burada bir dənə məsələ var. Orqanın rəhbəri, qurumun rəhbəri müvafiq orqan qurum daxilində bu dediyimiz məsələlərlə bağlı tələblərin riayət olunmasını təmin edir və bunun pozulmasına məsuliyyət səbəb olacaq. Bu maddənin tələblərinin pozulması səbəb olacaq, məsuliyyət səbəb olacaq. Və bu tədbirə məruz qaldığı iddia edən şəxs pozmuş hüquqların bərpası üçün nə edə bilər? Yuxarı vəzifəli şəxsə və məhkəməyə müraciət edə bilər. Yuxarı vəzifəyə məhkəməyə müraciət edə bilər. Və aşağıda düşə bilər ki, şikayət edə bilər. Amma yuxarı vəzifəli şəxsə məhkəməyə müraciət edə bilər. Demək olar ki, qanunları təkrardır və bir daha bir şey qeyd edirəm ki, hazırlaşan hər bir şəxsə uğurlar arzu edirəm. Nəsə suallarınız olarsa, buyurub verə bilərsiniz. Təşəkkürlər. İnşallah yeni videolarda gələcək. Uğurlar hər birinizə.